Koç bürcü 29 oktyabr 2025-ci il. Sizin nəzərə çarpacaq nəticələr əldə etmək üçün əla şanslarınız olacaq. Əsas odur ki, hər addımınızı yaxşı planlayasınız və hər qərarı diqqətlə düşünəsiniz. Tələsməyə ehtiyac yoxdur. Detallara varmağa, nəticələri hesablamağa vaxtınız olacaq. Bəzi planlarınızı dərhal həyata keçirmək mümkün olmayacaq, amma buna görə məyus olmağa dəyməz. Ən çox arzuladığınız istəkləri bir kənara qoymayın. Sadəcə biraz səbirli olmalı olacaqsınız, çünki onlar mütləq gerçəkləşəcək. Ailəli qoçlara yaxın insanlarla xırda fikir ayrılıqları gözləyə bilər, amma öz mövqeyinizdən əl çəkməyin. Çox keçmədən hamı görəcək ki, siz haqlı idiniz. Buğa bürcü 29 oktyabr 2025-ci il. Planlaşdırdıqlarınızın hamısı baş tutacaq, amma bunun üçün səbir və inat göstərmək lazım olacaq. Bəzən məqsədinizə çatmaq üçün bir neçə cəhd etməli olacaqsınız. Heç bir çətinlik və maneə sizi dayandıra bilməyəcək. Fikirləriniz uğurla həyata keçəcək. Baxmayaraq ki, bəzi hallarda bu gözlədiyinizdən daha çox vaxt aparacaq. Bir çox buğalar qətiyyət və enerjilər sayəsində ətrafdakılara liderlik və ilham mənbəyi olacaqlar. Mümkünsə səfərlərdən uzaq durmaq məsləhətdir. Yollarda gecikmələr, xırda itkilər və digər narahat edici hallarla qarşılaşmaq mümkündür. Əvəzində axşam ev şəraitini keçirmək ən yaxşı seçim olacaq. Əkizlər bürcü 29 oktyabr 2025-ci il. Bugün emosiyalarla mübarizə aparmaq çətin olacaq, amma siz bunu bacaracaqsınız. Özünüzü əl alın, təxribatlara uymayın. Bu bir çox səhvlərin qarşısını alacaq. Tələsməyə dəyməz. Düşünülməmiş qərarlar gələcəkdə çətinliklər yarada bilər. Yeni layihələrə başlamaq, mühüm müqavilələr bağlamaq və razılaşmalar imzalamaq üçün münasib gündür. İşgüzar tərəfdaşlarla əməkdaşlıq uzun müddətli və məhsuldar olacaq. İlk növbədə ruhunuzun yatdığı işlərlə məşğul olun. Bugün könlünüzə yatmayan işlərə başlamaq düzgün deyil. Nəticə sizi sevindirməyəcək. Axşam isə bir çox əkizləri xoş sürprizlər, gözlənməz qonaqlar gözləyir. Xərçəng bürcü 29 oktyabr 2025-ci il. Bütün iş görüşmələri uğurlu keçəcək, müsbət nəticələnəcək. Qarşınızdakı insanla asanlıqla ümumi dil tapacaq, qarşılıqlı anlaşma yaradacaqsınız. Bütün məsələlər dərhal həllini tapmasa da buna görə narahat olmayın. Nəticədə hər şey sizin xeyrinizə olacaq. Bəzi xərçəngləri gözlənilməz maliyyə gəlirləri sevindirəcək. Səfərlər və gəzintilər uğurlu olacaq. Yeni təəssüratlar sizə yaxşı təsir edəcək. Əgər səfərə çıxmaq istəmirsinizsə, evdə interyer yeniləmək barədə düşünə bilərsiniz. Ailəvi tədbir və ya dostlarla kiçik məclis isə sizə çoxlu sevinc gətirəcək. Şir bürcü 29 oktyabr 2025-ci il. Gələcək üçün möhkəm zəmin yaratmaq. Həyatınızda yeni bir səhifə açmaq şansınız olacaq. Əvvəlki səhvlərinizi düzəltmək imkanı yaranacaq. Siz bu fürsəti qaçırmayacaqsınız. Bir çox şirlər insanlarla asanlıqla dil tapacaq. Bunun sayəsində etibarlı tərəfdaşlar, hətta nüfuzlu himayədarlar da qazanacaqlar. Bu insanlardan biri yaxın zamanda sizin karyera yüksəlişinizə təsir göstərə bilər. Vacib və faydalı məlumat almaq ehtimalı var. Gələcək planlar qurmaq üçün münasib vaxtdır. Cəsarətli və iddialı ideyalarınız da zamanla reallaşacaq. Böyük iş yükünə baxmayaraq, ailəyə və istirahətə də vaxt ayırmağa çalışın. Qız bürcü 29 oktyabr 2025-ci il. Uzun müddətdir arzuladığınız bir şeyi həyata keçirmə imkanı yaranacaq. Xırda maneələr sizi dayandıra bilməyəcək. Bəzi qızlar əvvəlcə tərəddüd və düşüncəyə səbəb olacaq, amma nəticədə faydalı təkliflər alacaq. Yeni işgüzar tərəfdaşlarla bağlanacaq razılaşmalar gəlirlərin artmasını gətirib çıxara bilər. Əhəmiyyətli insanlar üzərində yaxşı təəssürat yaratmaq asan olacaq. Yeni bir romantik münasibətin başlaması və ya keçmişdə qırılmış əlaqələrin bərpası mümkündür. Tərəzi bürcü 29 oktyabr 2025-ci il. Yeni və iddialı layihələrə başlamaq üçün əla gündür. Siz düzgün prioritetlər qoyacaq, plan tərtib edəcək. Əvvəllər qarşılaşmadığınız tapşırıqların incəliklərini anlayacaqsınız. Ətrafınızdakılar fikirlərinizi nəzərə alacaq və tövsiyələrinizi dəyərləndirəcəklər. Yeni iş əlaqələri qurmaq çətin olsa da mövcud olan münasibətləri öz xeyrinizə dəyişmək şansı yaranacaq. Əksər tərəzilər bugün xüsusilə cazibədar və nikbin olacaqlar. Bu da həm yeni tanışlar həm də köhnə dostların xoşuna gələcək. Siz asanlıqla insanları özünüzə cəlb edəcək. Yeni dostlar, bəlkə də romantik münasibətlər qazanacaqsınız. Əqrəb bürcü 29 oktyabr 2025-ci il. Bugün əsasən öz fikrinizə və intuisiya hissinizə güvənin. Tanışlar və həmkarlar vəziyyəti hər zaman düzgün qiymətləndirə bilməzlər. Əgər yalnız onların sözlərinə əsaslansanız, mühüm imkanları qaçıra bilərsiniz. Cəsarətlə hərəkət edin. Tapşırıqları qeyri-adi yollarla həll etməyə çalışın. Hətta bir qədər risk etməkdə yerinə düşəcək. Uğur sizin tərəfinizdə olacaq. Bəzi əqrəblərə köhnə borclar qaytarılır və ya dəyərli bir hədiyyə verilə bilər. İnsanlarla ünsiyyətiniz bəzən bir qədər himayəkar səslənə bilər, amma bu konfliktlərə səbəb olmayacaq. Əgər kimsə sizinlə zarafat edərsə, siz də özünüzə gülməyi bacaracaqsınız. Bu ətrafınızdakıların sizə olan simpatiyasını artıracaq.
Oxatan bürcü 29 oktyabr 2025-ci il. Hər şey düşündüyünüz kimi getməsə də nəticədə vəziyyət sizin xeyrinizə olacaq. Bəzən hadisələrə obyektiv baxmaq çətinləşəcək. Emosiyalar hadisələri qara rəngdə görməyə vadad edə bilər. Lakin istəsəniz özünüzü ələ alıb vəziyyətdəki müsbət tərəfləri görməyi bacaracaqsınız. Yeni başladığınız işlərin hamısını sona çatdırmaq mümkün olmayacaq. Amma dostlarınızın və etibarlı insanlardan ibarət komandanın köməyi ilə çox şeyin öhdəsindən gələ biləcəksiniz. Onlar məmnuniyyətlə dəstək olacaqlar. Axşam fiziki aktivliyə həsr edin. İdman, rəqs və ya sadəcə uzun gəzinti sizə fayda verəcək. Oğlaq bürcü 29 oktyabr 2025-ci il. Heç bir çətin məsələ sizi çıxılmaz vəziyyətdə qoymayacaq. Əksinə, hər hansı problemi nə qədər asanlıqla həll etdiyinizə özünüz də təcrübələnəcəksiniz. Bəzən işlər doğrudan da düşündüyünüzdən daha rahat gedir. Buna görə tərəddüd etməyin. Cəsarətlə hərəkət edin. Bizneslə məşğul olan oğlaqlar üçün xarici tərəfdaşlarla əməkdaşlıqla irəliləyiş mümkündür. Sağlamlığınız da qaydasında olacaq. Yaxşı əhval-ruhiyyə və güc sizə böyük iş həcmini rahatlıqla yerinə yetirməyə imkan verəcək. Sadəcə artıq yeməkdən, ağır zərərli qidalardan uzaq durun. Dolca bürcü 29 oktyabr 2025-ci il. Uzun müddətdir sizi narahat edən çətin işləri başa çatdırmaq üçün kifayət qədər gücünüz olacaq. Gərgin dövrdən sonra bir az dincəlmək enerjinizi bərpa etmək pis olmaz. Amma məsuliyyətləri tamamilə unudub tənbəlliyə qapılmaq da düzgün deyil. Rutin, amma yüngül işlərlə məşğul olmaq sizə kömək edəcək. Bir çox dolçaları xoş görüşlər, gözlənilməz qonaqlar və təsadüfi tanışlıqlar gözləyir. Qonaq qəbul edənlər isə gözlənilməz hədiyyələr alacaqlar ki, bu da onlara müsbət emosiyalar bəxş edəcək. Balıqlar bürcü 29 oktyabr 2025-ci il. Siz özünüzü daha yaxşı anlayacaq, daxili ziddiyyətləri aradan qaldıra biləcəksiniz. Əhvalınız yüksək olacaq və bu ətrafdakılar tərəfindən də hiss ediləcək. Lazımsız narahatlıqlardan qurtulmaq sizi daha yüngül və ünsiyyətdə xoş bir insana çevirəcək. Hər vəziyyətdə müsbət təəssürat yaradacaq. Həm xoş, həm də faydalı yeni tanışlıqlar quracaqsınız. Bəzi balıqlar özlərini bir qədər halsız hiss edə bilərlər, amma ciddi sağlamlıq problemi yaranmayacaq. Masaj, üzgüçülük və ya kosmetoloqa müraciət etmək üçün münasib gündür. Nəticə gözləntilərinizi aşacaq. Kiçik alış-verişlər də sərfəli və uzun müddətli olacaq.